Mənə bir xanım yazdı, dedi həyatım haqqında bir şeir istəyirəm. Bu şeirimizdə Saatlı rayonundan olan Nahidə xanım üçün həsr olunur. Yazmışam ki, alnıma yazılan qismət demişəm. Alnıma yazılan qismət demişəm. Mən daha barışdım bu talihimlə. Xəyanət qurbanı etdin sevgimi, sən bizi məhv etdin öz əllərinlə. Dərdimi danışsam dağlar dayanmaz. Bu qədər dərdə mən necə dözmüşəm? Ürəyim daşdırmı, niyə yatmayıb? Bu qədər ömür mən hədər vermişəm. Gözəl günlərimi, gözəl illəri aldın əllərimdən bir neçə ildə. Bilirsən ki, dərmansan, öləcəm sənsiz. Üz-üzə gəlmərəm səninlə bir də. Bilirsən ki, dərmansan, öləcəm sənsiz. Üz-üzə gəlmərəm səninlə bir də.